Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah'ın salavatı ve selamı olsun Muhammed sallallahu aleyhi ve selleme ve onun pak ehli beytine. Euzu billahi mineşşeytanirracim. Pena aparırım Allah Teala'ya, Allah'ın tarafından lanetlenerek ve melekler tarafından daşlanarak, Allah dergahından kovularak yeryüzüne atılan şeytanın hile ve şerlerinden. Bismillahirrahmanirrahim. Başlayıram bir olan Allah'ın adıyla ki rəhm eder dünyada hem mümine ve hem de kafire. Kıyamette ise rəhm eder fakat müminlere, özünün sevdiği bendelerine. Esselamu aleyke ya Eba Abdullah ve alel ervahilleti hellet bifinaike. Aleyke minni selamullahi ebeden ma begitu ve begiyel leylu ve nehar ve la cealallahu ahirel ehdi minni li ziyaretikum. Esselamu alel Hüseyni ve ala Ali ibnil Hüseyni ve ala evladil Hüseyni ve ala ashabil Hüseyni. Allahümme husse ente evvele zalimin billagani minni abden bihi evvelen sümmestani ve salise ve rabia. Allahümme le'en yazide hamisen ve le'en Übeydullah ibn Ziyadin ve ebne mercanete ve Ömer ebne Sa'din ve Şimren ve ale Ebu Süfyan ve ale Ziyadin ve gâle mervana ila yevmiddin. Allahümme en evvele zalimin zeleme hakka Muhammedin ve ali Muhammedin ve ahire tabi'un lehu ala zalik. Allahümme en el-isabetelleti cahadetil Hüseyne ve şayet ve bayet ve tabi'et ala katlihi. Allahümme en cemi'an. Allahümme lekal hamdü hamde şakirine, leke ala musabihin, elhamdülillahi ala azimi reziyeti. Allahümme erzugni şefakatel Hüseyni yâmmel velûdi ve sebbitli kademe sidkin indeke me'al Hüseyni ve ashabil Hüseyni ellezine bezalû muhaccahum dûnel Hüseyni aleyhisselam. Tercümesi indi okuduğum hutbenin belədir. Salam olsun sana ey Eba Abdullah ve salam olsun o ruhlara ki senin karşında təzim etmişler. Bizden sana Allah'ın salamı olsun. Ne kadar ki ben varam ve ne kadar ki gece gündüz berqərardır. Allah'tan istəyirəm ki senin bu ziyaretini benim son ziyaretim karar vermesin. Salam olsun Hüseyin aleyhisselama ve Ali İbni Hüseyin'e ve İmam Hüseyin'in evladlarına ve İmam Hüseyin'in sahabelerine. İlahi benim lanetimi ilk zalime məxsus et. Evvelce ilk zalimden başla, sonra ikinciye, sonra üçüncüye, sonra dördüncüye lanet et. İlahi beşinci yerde Yezid'e lanet et. Übeydullah İbni Ziyad'a, Mercane'nin oğluna, Ömer İbni Sa'd'e, Şimre ve Ebu Süfyan evladlarına ve Mervan'ın evladlarına kıyametin gününe kimi lanet et. İlahi Muhammed ve Ali Muhammed'in hakkında zulmeden ilk zulümkara ve bu zulümde onlara tabi olan sonraki zulümkarlara da lanet et. İlahi İmam Hüseyin Aleyhisselam'la muharebe eden, onun qatlində bir-birlərinə kömək edib əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə də lənət et. İlahi onların hamısına lənət et. İlahi sənə həmd səna edirəm. Əhl-i beytin müsibətində iştirak edənlərin sənə şükür və həmd səna etməsi kimi Allaha həmd səna edirəm müsibətimin böyüklüyünə görə. İlahi İmam Hüseyin Aleyhisselamın şəfaətini mənə ve İmam Hüseyin Aleyhisselam'ın ve Kerbela şehirlerinin müsibetine ürək yandıranlara, gözyaşı tökənlərə qismət et. Məni və əzadarlarımızı öz dərgahında
İmam Hüseyin Aleyhisselam və onun sahabələri ilə birlikdə əməli salih, uca məqamlı, həqiqət axtaran qədəmlərimizi sidqi qədəmli, sabit qədəmli elə sahabələr ki, öz ruhlarını Hüseyin Aleyhisselama fəda etdilər. Əvvəldə hamınızı salamlayıram. Allah'ın salamı və salavat hamınızın üzərinə olsun. Bu Mühərrəmlik ayında, Mühərrəmlik günlərində etdiyiniz cəmi ibadətlərinizi Allah Teala öz dərgahında qəbul eləsin. İrəlidə sizə demişdim də inşallah yaxın zamanlarda ancaq söz də vermədim də hansı günü söhbət edəcəm. Yəni vaxtım olmur, ona görə bir qədər gecikdim. Söz vermişdim ki, söhbətin ikinci hissəsinə başlayacağım. Bu söhbətdə, yəni Kərbəla şəhidlərindən sonra əsirlərin Kufəyə və Şama aparılmasından bəhs eləyir. İndi həmən söhbəti bir qədər oxuyum. İndi nə qədər çatdıra bilsək, o qədər sizin nəzərinizə çatdırım. Ardını sonraki günlərdə yenə də edərəm. Mövzumuzun adı belə olacaq. İmam Hüseyin Aleyhisselamın və cümlə Kərbəla şəhidlərinin şəhadətlərindən sonra Ali Rəsulun əsir edilməsi və bəzi baş verən digər hadisələr və xeymələrin dağıdılıb yandırılması, əhli hərəmin soyulması və uşaqların səhralara qaçması. Onu da nəzərinizə çatdırım ki, söhbətə ardıcıllıqla, mən bu sözü həmişə sizə deyirəm, yenə də yadınıza salıram ki, biləsiniz, ardıcıllıqla qulaq asması ol. Yəni arada söhbət buraxsa o, sizə maraqlı, bəlkə də gəlməyə. Xudavənd aləm öz kəlam-ı məcidində buyurur, yəni Qur'an-ı Kərimdə. Ya eyyuhəl-ləzine amenu la tədxulu biyutən nəbiyyə illa ən özən ləkum. Ayə-i şərifənin məzmunu bundan ibarətdir ki, yəni ey o kəslər ki, Peyğəmbərə iman gətirənlər, Peyğəmbərin sallallahu aleyhi və səlləmin evinə daxil olmayın. O vaxta qədər ki, ta sizə icazə verilə. Bax, görürsən, əgər bir dənə cümlə burada tamam olsa ki, Peyğəmbərin evinə daxil olmayın, bəzi məzhəblər var da, bir də görürsən, cümlənin bir tərəfini deyir, ardın amma demir. İndi əgər burada biz bunu saxlasaq, deyərlər ki, Peyğəmbər qadağa qoyub ki, onun evinə daxil olmağa. Düzdür, ya yox. Sözün mənası belədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin evinə daxil olmayın. Amma dalıcan gör nədir? Deyir, o vaxta qədər ki, ta sizə özü icazə verir. Amma o vaxt ki, daxil oldunuz, elə ki, yeməyinizi yediniz, dağılışın. Əsl həqiqətdə də belədir. Birinin evinə getdiniz, gərək çox oturmayasınız. Bəlkə yorğundur ev sahibi, bəlkə yuxusu gəlir. Bunlar hamısı bizim imamlarımızdan bu qayda, qanunlar, peyğəmbərlərimizdən qalıb. Burada da deyir ki, yeməyiz ki, yediniz, sözdür ki, dediniz, daha bir də mən qoy deməyim, yaxşı çıxmaz. Yəni, çox oturmaq düzgün deyil. Yəni, Peyğəmbərin yanında çox qalıb, Peyğəmbərə əziyyət verməyin. Allah Teala haqq söz deməkdən həya etməz. Yəni, insan gərək düz sözü deməkdən çəkinməsin. Şeyx Həsən mərhum belə bir hədis rəvayət edərək deyir ki, Təbuk müharibəsində İslam qoşunu qalib gəlib, ləşkəri kafər isə məğlub oldular. Belə ki, darmadağın olub qaçmağa başladılar. İslam qoşunu istədilər ki, onların xeymələrini, yəni xeymələrdə də qadınlar olur da, kənizlər, qadınlar çadırlarını qarət etsinlər. Həzrəti Rəsul əshabının bu fikirdə olduqlarını bilib,
gösteriş vererek buyurdu ki, cəmi leşker İslam'a haber versinler ki, Allah'ın Resulünün hükmü belədir ki, İslam qoşunundan bir nəfər kafirlərin xeymələrine dahil olmasınlar. Ona göre ki, şayet ki onların çadırlarında balaca uşaq ya qadın veya bir kəniz olmuş olar. Onların gözleri İslam qoşununun nizələrine, oxlarına ve qılınclarına düşüb qorxuya düşərlər və ağlayarlar. Belə ki, onların ağlamaq sədalarını mən eşitmək və qorxuya onların düşmələrini istəmirəm. Baxmayaraq ki, onlar kafirdirlər. Rəvayətlərdə varid olub ki, vaxtı ki, Rəsul-i Xudanın dünyadan röhlət etmək vaxtı çatdı. Xudavənd-i aləm Cənab-ı Əzrailə hökm elədi ki, yerə nazil ol. Mənim Həbibimin qapısında zəlil bir qul kimi durub ondan izin al, otağa daxil ol. Ondan sonra Həbibimin yanına get və ədəblə və ehtiramı tamamı ilə mənim tərəfimdən ona salam verib, sonra ona ərz elə. Əgər mənimlə görüşməyimi istəsə və razı olub özü ruhunun qəbz olmasına izin versə, onun ruhunu qəbz elə. Yəni, ruhunu bədənindən çıxart, al. Amma əgər izin verməsə, geri qayıt. Həmçinin Cənab-ı Cəbrail əleyhissalam və digər mələklər hər vaxt ki, istərdilər o Həzrətin xidmətinə şərəfyab olalar, o vaxt o böyük şəxsiyyətdən izin alandan sonra o Cənabın xidmətinə ehtiramla daxil olardılar. Müəllif deyir, ey əzadarlar, amma kaş mənim bu qulaqlarım kar olaydı ki, ben Haşim öğretlerinin soyulma xəbərini mən eşitməyəydim. Onları soydular, sonra da dəvələrin üstündə olan yəhərlərin ağızlarına onları bağlayıb, o zəif bədənlərinə rəhm etməyib dəvələrə süvar etdilər və əlavə zəncirlərlə bağladılar. Biharul Ənvar kitabının müəllifi yazır. O həyasız tayfa, məzlumi Kərbəlanı şəhid edəndən sonra başlarlar onun sahipsiz qalan xeymələrini soymağa. Elə ki, xeymələrə yetişdilər, xeymələri əhatəyə aldılar. Şümür məlun qoşuna göstəriş verdi ki, töklüşün xeymələrə, Ali Rəsulu soyun, talayın. O həyasızlar töklüşdülər xeymələrə. Hər nə ki, xeymədə var idi, qarət etdilər. Yəni, nəhs əllərinə nə keçirdi, götürürdülər. Cənab-ı Ümmü Külsümün cüşvarələrini, yəni sırğalarını çıxartdılar. Övrətlərin libaslarını, hətta ətirlərini götürdülər. Bəzi xəbərdə belə deyilib. Ömər İbn-i Səd məlun 900 nəfər qoşun cəmaatından olan məlunlara əmr etdi ki, əllərində yalın qılınc xeymələrə töklüşsünlər. Əhl-i Beyt qorxuya düşüb bimari Kərbəlaya pənah gətirdilər və şiddətlə ağlamağa başladılar. O pənahsızlara nə qədər hücum elədilərsə də onları qarət edə bilmədilər. Bəs ikinci dəfə hücum edib töklüşdülər ki, onları qarət etsinlər. Yenə də qarət edə bilmədilər və xeymələrə daxil ola bilmədilər. Bəs üçüncü dəfə Ömər Səd məlunun hökmü ilə və əxlaqsız xəyallar ilə əllərində qılınc və xəncər istədilər xeyməyə daxil olsunlar. Amma yenə də daxil ola bilmədilər və uğursuz halda peşiman olub əlləri boş geri qayıtdılar. Bimar-ı Kərbəla, yəni İmam Hüseyin əleyhissalamın ortancıl oğlu Səyyid-i Səccad, Bimar-ı Zeynəl Abidin əleyhissalam, Əhl-i Beytin qorxu və həyəcanlı olmalarını görüb, o biçarələrə buyurdu, ey pak və pakizə olan Əhl-i Beyt, libaslarınızı və zivərlərinizi, yəni bəzək əşyalarınızı çıxardıb, xeymələrdən kənara atın.
Bəs Əhl-i Beyt o böyük şəxsiyyətin fərmayişinə itaət edib, libas və zivərlərini, yəni qızıl əsnafların öz əlləri ilə çıxarıb xeymədən çölə atdılar. O məlunlar da o zivərləri götürürdülər. Fazıl-i mərhum İsrar-ı Şəhadə kitabında yazılıb ki, o məlun ləşkər cəmaatı tamam xeymələri yandırdılar. Bimar-ı Kərbəla bir kənara çıxıb, əlindəki əsası ilə bir dairəvi yerə xət çəkdi. Və Əhl-i Beyt tamam o xəttin içinə daxil oldular. Ona görə də o xəttin bərəkətindən və İmam-ı Səccad əleyhissalamın mövcudatının bərəkətindən o məlunlar mümkün edə bilmədilər ki, o xəttdən irəli keçib Təali Rəsula bir təəddi, yəni əziyyət edib onları soysunlar. Amma qoşun cəmaatı digər xeymələrə daxil oldular. Xeymədə nə var idi, qənimət kimi götürüb aparırdılar. Onlar bunu görüb səs çəkib, şur ilə ağlaşırdılar və nalə və fəğan edirdilər. Onların bunu səs çəkib nalə və fəğan etmələrinə heç kim rəhm eləmirdi. Hər kəsin başı soyğunçuluğa məşğul idi. Sanki o nalə və fəğan edənlər onlar üçün heç nə idi. Yəni onlar üçün elə bil ki, bunlar insan döyürdü. Söhbəti burada dayandırıram. Əlbəttə ki, bu söhbətin adı çoxdur, uzundur. Yəni ona görə biraz az olsun ki, yəni hamımız baxa bilsin, rahatçılığına. Uzun olanda baxmaq da biraz bəzi adamlara çətin gəlir. Ona görə də burada söhbəti saxlayıram. İndi isə Allah amanında olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.